Uşaqlar Günü münasibəti ilə əlaqədar bugün əməkdaşlarımız Səlim bəyin evində qonaq olub və ailənin ikinci qızı Nigaridən müsahibə alıblar. Həmin görüntüləri sizə təqdim edirik. Bugün uşaqların bayramını təbrik edirəm. Salam Nigari xanım, necəsiz? Yası, Nigari xanım, siz özünüzü təqdim edə bilərsiniz. Adınız nədir? Nitoyi, Neçə yaşın var? 5, Ay malades. Sənin atan kimdir? Şərim, Anan kimdir? Mubat, Baban kimdir? Şüşük, Şükür baban. O bir baban kimdir? Vəli babandır sənin. Ay malades. Nənələrin kimdir? Öveyəl, Ülviyə və sən bizə bu günlərin hansı məharətini göstərəsən? Şeir deyə bilirsən? Mahnı oxursan, şeir deyirsən. Hansı deyirsən? Şeydi. Mikrofon. Şeir deyirsən yoxsa mahnı? Hı? Şeir deyirsən, bizə mahnı oxuyursan. Şehir. Şeir. Onda şeirin dinlə, hamı eşitsin. Bu günlərin bizə hansı şeirini deyəcəksən? Bizə bugün hansı şeirini deyə bilərsən? Yavaş. Təbiətə baxarıq. təbiətə baxaraq bir şey edim mən. Ən də siyasi də bu günə də deyərsən. Ağac dedim cavabdı, quşu dedim yapaq dedi, burtaqdı, quşu dedim çəməndi, sən dedim vətəndir. Vallahi. Sən izləyicilərimizə sağ ol elə, sağ olun.